Hörmətli nazirimiz Adil müəllim, doğum günü münasibətilə mənə ünvanladığınız təbrikə və çiçəklərə görə sizə öz minnətdarlığımı bildirirəm. Göstərdiyiniz diqqət və qayğı mənim üçün xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət naziri Adil Kərimli xalq artistləri Firəngiz Mütəllimova və Gülyaz Məmmədovanı ad günü münasibətilə təbrik edib. Axşam.az xəbər verir ki, nazir aktrisa və müğənniyə gül dəstəsi göndərib. Firəngiz Mütəllimova hədiyyəsini paylaşaraq çox sağ olun. Sizə diqqət və qayğınıza görə təşəkkürümü bildirirəm. Var olun sözlərini yazıb. Gülyaz Məmmədova doğum günü münasibəti ilə ünvanladığınız səmimi təbrikə və göndərdiyiniz çiçəklərə görə sizə öz minnətdarlığımı bildirirəm. Göstərdiyiniz diqqət və qayğı mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu cür dəyərli münasibəti daim hiss etmək mənə böyük mənəvi güc verir, sənət yolunda fəaliyyətimi və Azərbaycanımızın incə sənətinə xidmətimi daha yüksək məsuliyyət və qürurla davam etdirməyə ruhlandırır deyə təşəkkür paylaşımında yazıb. Happy birthday to... Шучу вам. Какая ты у меня похудевшая. Это тебе, бабуля. Что ты прочувствовал, пришел ко мне. Да? Это моя бабуля, любимая. Мама, ей здесь 15, да, бабуль? Да. Моя мама, да. Xalq artisti Emin Ağalarov nənəsi Tamara xanımla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni nənəsinin evindən video yayımlayıb. Emin nənəsinin mənzilini, qarderobunu və ailə portretlərini nümayiş etdirib.